Salam dəyərli şagirdlər və abituriyentlər. Deməli, Dövlət İmtahan Mərkəzi yaxın günlərdə abituriyent jurnallarını nəşr elədi və biz bu jurnallarda model testləri görürük. Bugün sizinlə 11-ci sinif buraxılış tipli model testlərin suallarına baxacağıq, belə deyək. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin baxaq görək burada bizə nə kimi suallar verilib. Yəni bu il 11-ci sinif buraxılış imtahanında nə tip suallar bizi gözləyir. Demək deyir ki, Eyler-Venn diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Təmizlik və tənbəllik sözü verilir. Təmizlik sözü uşaqlar necə tələffüz olunur? Gəlin baxaq. Demək, transkriptdə yazaq. Eləmi? Təmizlik olur da l-dıya çevrilir. X-da xışdırıq kimi tələffüz olunur. Tənbəllikdə də bax, m gəldiyi üçün n-dan sonra m kimi tələffüz olunacaq bu. Transkript alaq. Bəllik. Xışdırıq da tələffüz edilir. Demək deyir ki, D samitinin kar qarşılığı ilə başlayıb, Y samitinin kar qarşılığı bitir. D-nin kar qarşılığı T-dır, Y-nin kar qarşılığı xışdırıqdır. Eləmi? Baxın, görsən, T-dan başlayıb, xışdırıqdan bitir. Həmçinin bu da T-dan başlayıb, xışdırıqdan bitir. Biz bilirik ki, əgər fikir hər ikisinə aidsə, o harada olmalıdır? Ortada. Uyğunsuzluq istədiyi üçün elə biri götürəcəksən. Çünki bir ortaq fikirdir və ortada yazılması lazımdır. Bu tərəfdə yazılması yanlışdır. Səs uzanması yoxdur. Heç birisində səs uzanması yoxdur. Uşaqlar, təmizlik və tənbəllik sözündə heç birisində uzanma yoxdur. Ona görə bunu da götürürəm. Həm açıq, həm də qapalı sayt iştirak eləyib. Açıq, i qapalı. Hər ikisində var. Bu doğru fikirdir. 3 doğrudur. Deməli, 3 olan variantları siləcəksən. Qalacaq 1-2 olan variantın, yəni Y variantı. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Demək, tənbəllik və təmizlik sözünün hər ikisində 2 fərqli məqam var. Burada D xışdırıq, burada da M-dan xışdırıq. 4 də deməli yanlışdır. Gedir bu. Qarşılığı olan cingidli samitlər də iştirak edib. Qarşılığı olan, eləmi? Cingidli samitlər də iştirak edib. Burada M samiti, B samiti qarşılığı olan cingidli samitdir. Burada da D var. Görürsən, D qarşılığı olan cingidli samitdir. Hər ikisində olduğu üçün bunu da burada yazılması yanlış fikirdir. Eyni cinsli samit qoşalığı burada var. Qoşalıqlar burada isə yoxdur. Deməli, bu doğrudur. 6-da getdi, qaldı 1, 2, 5. Altına xətt çəkilmiş ifadəni məzmunu saxlamaqla hansı frazeoloji birləşməni əvəz etmək olar? Sürücü bir qədər yatıb dincələndən sonra, bir qədər yatıb dincəlməklə uşaqlar gözünün acısını almaq deməkdir. Nümunələrin birində zərf işlənməmişdir deyə, dünən, burada dünən sözü zərfdir. Sonra dünyanın sən olan yerindən indi, burada zərfdir. Çıx yaşıl düzə qonaq gəl bizə. Burada yoxdur, gözüm yoldadır, xoş xəyaldadır. Burada heç birisindən yoxdur. Cavab C variantı olacaq. Burada yenə zərfimizdir. Sonra qoşa düşməliyik, feili aiddir. Bu da zərfdə tərz hərəkət zərfi. Sonra belə bir cədvəl var qarşımızda. Üçbucaq işarəsində nədir? Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır deyir. Qeyri-müəyyənlik bildirən halda olan söz mənsubə şəkilçilidir. Dostun evi, bu da qeyri-müəyyənlik halında söz, elə deyil. Mənsubə şəkilçisi yoxdur, heç nə yoxdur. Soğanı düşmən evinin plovu başqa da yoxdur. Bu yanlış fikirdir uşaqlar. Bir getdi. Bir getdi. Hal şəkilçisi qəbul etmiş sözlər. Evin qəbul edib. Ev qəbul edib. Plov qəbul edib. Həm də mənsubət şəkilçisi qəbul edib. Baxaq, evinin, bax bu birincisi mənsubət bu hal. Həmçinin burada da eyni şeydir. İkinci halda plovdan da çıxışlı hal. Mənsubiyyəti də var. Bəli, doğru fikirdir. Demək, 2 olacaq cavabımız. Yəni, cavab qaldı ya 2, 4, 6, yaxud da 2, 5, 6. 3-ə istənilən halda cavab olmayacaq. Yenə baxaq, tərkibində adlı halda olan isim yoxdur. Dost evinin soğanı. Bax, bu mənsubiyyətdir. Eləmi? Demək, adlı halda söz var. Keçək ikinci cümləmizə. Dost tövləsi düşmənin evindən yaxşıdır. Tərkibində ismin 3 halında olan sözlər var.
Dostum tövləsi. Bax bu qeyri-müəyyən yiyəlikdir. Eləmi? Gəl buna yiyəlik qoyaq. Tövləsi, bu da mənsubiyyət. Yəni adlı kal. 2 dənə. Düşmənin, burada yiyəlik var zaten. Dən də çıxışlı kal. 3 dənə, bəli, şey var. Səndə yanlış fikir istədiyi üçün 4 getdi. Demək cavab 2, 4 getdi. 2, 5, 6 qaldı. Yəni yenə də baxaq. Yalnız çıxışlı kaldı olan isimdə bitişdirici samit evindən. Burada da var axı. Tövləsi. Görsən S bitişdiricidir. S orada. Yanlış fikirdir. Tövləsi sözündə də var bitişdirici. Adlı kaldı olan isim cümlədəki yiyəlik hallı ismin antonimidir. Dostun tövləsi. Bax bu tövlə sözü deyir. Nə hansının antonimidir? Yiyəlik hallı ismin. Düşmənin dost tövlə dəxli yoxdur. Tövlə sözünün düşmən sözü necə antonim ola bilər? 2, 5, 6. Tünd qara hərflərlə verilmiş sözlər işləndiyi cümlədə iki müxtəlif niksəs kimi təhlil etmək olar. İki cür düşünmək məsələsi. Dəftərçədən başqa qonaqların adı da dəftərçədən başqa qonaqların. Bu da sifətdir, eləmi? Bir də var, mən bunu çıxışlı qalı kimi düşünməyə bilərəmi? Dəftərçədən başqa qonaqların adı da seçmiş, alınmır, eləmi? Bunu iki cür düşünə bilmirəm artıq. Bir olanlar getdi. Sonra hamıdan əvvəl Gülzar sözə başladı. Hamıdan əvvəl Gülzar sözə başladı. İndi gəl əvvəli zərf kimi düşünüm. Hamıdan əvvəl Gülzar sözə başladı. Dəxli yoxdur, inşi olur, elə deyil. Yəni bu söz buna aiddir. Qoşma kimidir bu. 2 də getdi uşaqlar. Qaldı 3, 5 və yaxud da 4, 5. Axşama kimi gözlədiyini demədi. Bax, bunu deyil, bir düşünə bilirsən ki, axşama kimi gözlədiyini demədi. Axşama kimidir. Yəni axşama qədər gözlədiyini. Bir də var ki, axşama kimi gözləyirsən? Kimi gözlədiyini demədi. Kimi burada nə olacaq artıq? Əvəzlik. Eləmi? Dostumu gözlədiyini və yaxud da Akifi gözlədiyini və yaxud da hər hansısa kimin demədi. Demək 3 olacaq cavabımız. Demək 3, 5'dir. 5'ə baxaq. Məruzə edənlərdən sonra məlumat verəcəyəm. Bax, bir var ki, mən məruzə edənlərdən sonra qoşmadı. Nə zaman məlumat verəcəyəm sizə? Məruzə edənlərdən sonra. Bir də var ki, mən məruzə edənlərdən sonra məlumat verəcəm. Kimdən məlumat verəcəm? Məruzə edənlərdən. Nə zaman məlumat verəcəm? Sonra məlumat verəcəm. Sonra artıq müstəqil zərf kimi olmuş olur. 3, 5. Bu gözəl sualdır. Biz dəfələrlə vurğulamışıq ki, damdən çıxışlı qallığı şəkilçisidən sonra gələn əvvəl, sonra, qabaq kimi sözlərə dərhal qoşma deməməliyik. Mütləq şəkildə cümlədə məzmuna baxmaq lazımdır ki, o sonra həmin çıxışlı qallı sözlə birgədir, yoxsa yox. Cümlədə cədvələ uyğun fikirləri müəyyən edir altda. Əlavəli söz üz mübtədadır. Ora azad olmuş yerlərə gedəndə demək ora azad olmuş yerlərə. Eləmi? Əlavə burada nədir uşaqlar? Azad olmuş yerlərə. Azad olmuş yerlərə cümlədə funksiyası nədir? Feili bağlama tərkibinin asıl tərəfi. Bax, gedəndən görsən. Nə zaman qəribə hisslər böyüdür? Azad olmuş yerlərə gedəndə. Hamısı birlikdə zərflikləri deyil. Bax, bu bunun aslı tərəfidir, bu da bunun əsas tərəfidir. Gedəndə feili bağlama. Demək, burada hər hansısa bir cümlə üzvünün əlavəsindən söhbət gedə bilməz. Burada feili bağlama tərkibinin aslı tərəfin əlavəsi işlənmişdir. Əlavədə də ən çox diqqət etdiyimiz, demək olar ki, əsas buna diqqət etməliyik. Başqa əlavədə çətin bir şey yoxdur. Buna diqqət eləməliyik ki, orada söz birləşməsinin aslı tərəfin əlavəsidir, yoxsa belə. Bura həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmiş. Demək, bura cəlb etmişdi onları. Hara həyətin qaranlıq tərəfi, hara bura. Eləmi? Haraya sualına cavab verə bilmirsə, deməli mübtədadır. 1 getdi, eləmi? 2 cavabdır. 2 cavabdır. 2, 4 deyək ki, 5, 6. Sabir, gənc şair, şeir oxuyanda. Görsən, andanı yenə feili bağlama tərkibinin aslı tərəfin əlavəsidir. Burada da. Mütləq şəkildə uşaqlar əlavə məsələsində buna diqqət edin. Baxın görək, həmin o əlavə dediyimiz hissə var, amma bu hissə cümlədə hansı üzvdür?
Bax sən deyəndə ki, məsələn, gənc şair şeir oxuyanda burada əlavə nədir? Gənc şair, hətta şair, eləmi? Bu hansı cümlə üzvüdür? Müstəqil söhbət gedir ha. Burada bu zərflikdir, amma müstəqil zərflik deyil. Hamısı birlikdə zərfdə fe'li bağlama tərkibi olduğu üçün. Müstəqil cümlə üzvü olmadığı üçün sən buna hər hansı bir cümlə üzvünün əlavəsi deyə bilməzsən. Yaxşı, baxırsan ki, burada funksiyası nədir bunun? Bu tərəfdə görürsən ki, söz birləşməsi fe'li bağlama tərkibidir. Bu bunun əsas tərəfi olanda, bu tərəfi də asıl tərəfi orada elə deyil. Bu cümlədə bu fe'li bağlama tərkibinin asıl tərəfidir. Deməli, burada fe'li bağlama tərkibinin asıl tərəfinin əlavəsi var. Məsələ budur. Bakı gəncliyimin şəhəri, səni unutmağın hara Bakı? Daha doğrusu Bakı gəncliyimin şəhəri. Bu da nədir? Əlavənin xitabındır. Xitabın əlavəsi işlənmişdir. Əlavəli söz cümlə üzvü deyildir. Elə ona görə 4'ü götürəcəksən. Çünki burada nə idi? Xitabın əlavəsidir qeyd etdiyimiz kimi. Sonra 5'ə baxaq. Daha doğrusu 5'də həmin güşə məktəbin ən gözəl gəlimli yeri Azad Hümmətinin fotoları bəzədilib. Hara? Həmin güşə məktəbin ən gözəl gəlimli yeri. Burada da mübtəda vəzifəsindədir. İndi sakitcə aşağı çaya tərəf, bu da zərflik vəzifəsindədir. Ona görə 5'dən 6'da gedir. Cavabımız olacaq 2 və 4. D variantı. Sonra fikirlərdən yalnız ikisinə aid olan nümunəli müəyyən edin deyir. Yalnız ikisinə. Yoxlayaq. Onlar məlumatları sabah göndərəcəklər, sonra mən təhlil edəcəyəm. Demək, göndərəcəklər kim? Onlar. Təhlil edəcəyəm kim? Mən. Bəli, tabisiz mürəkkəb cümlə. 2 qrammatik əsas var, bəli, cümlədir. Tabi mürəkkəb cümlədir ona görə. Biri digərinə asılıdır, xeyr, tabisiz mürəkkəb cümlədir. Qeyri-müəyyən şəxsli cümlədir. Hər ikisi mübtədası var deyə müəyyən şəxs cümlədir. Ona görə bu getdi. Sənə lazımdır yalnız ikisinə. Burada hamısı yalnız birinə aiddir. Sonra xəstə olmasına baxmayaraq komandasını tək qoymamışdı. Burada ümumiyyətlə mürəkkəb cümlə deyil. Hələm ki, qrammatik əsası fikri yanlışdır. Bir digərinə asılı deyil təbii olaraq. Elə qapıya çatmışdım ki, məni səslədilər. Bu nədir? Tabeli mürəkkəb cümlə, eləmi? Yəni, 2 qrammatik əsası var, tərəflərin bir digərinə asılıdır. Biri qeyri-müəyyən şəxs cümlədir, məni səslədilər. Kim? Onlar. Görürsən, bu da uyğun gəldi. Hər üçü uyğun gəldi. Yalnız ikisi yox, hər üçü uyğun gəldiyi üçün C-də getdi. Başım ağrıdı, heç kəsə demədim. Demək, başım ağrıdı, heç kəsə demədim. Tərəflərin bir digərinə asılıdır fikri yanlışdır. Biri qeyri-müəyyən şəxs cümlədə yanlışdır. Avtobus kəndə çatdı, onları mehribanlıqla qarşıladılar. Bax, onları mehribanlıqla qarşıladılar. Kim? Onlar. Nədə qeyri-müəyyən şəxsi cümlədir. Biri digərinə asılı mı? Xeyr, çünki tabisiz mürəkkəb cümlədir. 2 qrammatik əsas varmı? Bəli, 2 qrammatik əsası var. Çünki mürəkkəb cümlədir. Cavab olacaq Y variantı. Tabisiz mürəkkəb cümlədir. Məqsəd zərfliyinin işləndiyi nümunəni müəyyən edin. Məqsəd zərfliyində iş hələ icra olunmayıb. Məsələn, dərs oxumaq üçün məktəbə getdim. Dərs hələ oxumamışam, yəni oxuyacağam gələcəkdə. Bu oldu məqsəd zərfliyi. Bir də mag plus 3-ünlə işlənir əsasən məqsəd zərfliyi. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Bax, deyir ki, adamların rahat həyatını təmin etmək üçün çalışır. Təmin etməyib də hələ deyil. Hələ təmin etməyə çalışır. Təmin etməyibdir. İş görülməyibdir. İş hələ görüləcək. Bu məqsəd zərfliyidir. Mag plus 3-ün də var. Oldu məqsəd zərfliyi. Tənəffüsdə istədiyimiz qədər zarafatlaşdıq. Burada birisi yoxdur. Səbəb kimi məqsəd. Şor yeməkdən çöpə dönmüşəm. Artıq şoru yeyib. Nəmi? İş görülübdür. Səbəbdir. Nənəm bunun dəcəlliyini görüb acıqlandı. Görübdür artıq. Eləmi? Səbəb zərfliyidir bu da. Yollara baxmaqdan gözlərim axdı. Bu da səbəbdir. Xəlil çiynini maşına söykədi. Başını bulayıb güldü. Söykədi. Kim? Xəlil. Nəyə? Maşına, nəyi? Çiynini. Haranı demirsən, çiyin bu məkan anlayışı bildirir, uşaqlıq deyil. Daha doğrusu zərflik deyil, tamamlıqdır. Güldü, nə təzdə başını bulayıb, fe'li bağlama tərkibi.
Demək mübtədadır. Tamamlıq tamamlıqdır. Mübtəda tamamlıq tamamlıq. Sonra xəbər var. Sonra tamamlıq yoxdur. Zərflik xəbər var. E variantı olsun, hə? Yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Oxucular bu kitabın yeni nüsxəsinidir. Sıxı, bu da fonetik normadır. Siz bizim üçün çox Siz bizim üçün çox qiymətlisiniz. Sınız olmalı. Yazılış tələffüz formada verilib. Bu da fonetik norma. Pozulub. Şagirdlərdən üçü yaxınlıqdakı, bu da fonetik norma pozulub. Onun sayəsində bir çox problem həll olunub. Onun sayəsində bir çox problem yox, problemlər bir sıra və bir çox saylarından sonra gəlirsin. Təkdə yox, cəmdə işlənməlidir. Mavi lenti müdir qalibin yaxasına taxdı. Onlar da qoydu yox. Bu da leksik norma pozulub. Cavab olacaq D variantı.